Nə qəribə şeydirsə qorxmuram, belə rahat gəzirəm. Məncə biri vurandan sonra qorxmağa başlayır. Biri vuran kimi hemen yere mütləq o birisiləri gəlib töküləcək. Ona göre su yaxında olsa daha məsləhətdir. Allah bax. Tərpənmə çox. Gəl bu dənə burada, qorxma, gəl. Ondan nəsil götürürəm mən, bunları yetişdirirəm də. Aha. Bitirirsən. Festivalda sizin bu ballardan olacaq da, düzdürmü? İnşallah. İnsanların gözlərinin önündə. Bəli, Çox maraqlı. Polibomu orada ramkaları saxlayacağam. Onların O cəmaatı da süzə bilirlər. Aysə, maraqlı olacaq. Stendlərimiz arzıdır bizim o. Onu elə eləyəcəm ki, orada O nədir saxlayacağam. elə? Bunun içində görürsən analıqdır. Bunu qoymuşam ki, bunu arılar dağıtmasın. Mümkündür buradan məsələn biri çıxsa, bir dənəsi çıxsa, ana öz qoxusunu verir və nəticədə hemen qoxuya var deyə, ana var deyə qalanlarını dağıdır. Üstünü bağlayırsan belə xüsusi alətlərin. O ananın bir iş prinsipi yoxdur orada. O prosto yatır orada. Yox, ana bütün nəyi özü idarə edir. Onlara siqnal ötürür ki, belə eləyin, elə eləyin. Bəli. Özü də oturub kabinetində orada qəşəng. O ana bütün arı. Yəni oradan çıxır o yuvasından. Arı. Ala get. Bir dəfə mayalanmağa çıxır ana. Vəssalam, kördü bir dəfə görür. Qalan məsələn 3 ildə yaşasa, 2 ildə, 5 ildə yaşasa o ancaq içəridə iş görür. İçəridənin işlərini reqrokka eləyir. Bax məsələn, ana olmayan arı bal da gətirmir. Yox, bunlar çıxacaq onun içində olacaqdı bu arı ailəsi. Çox maraqlı işdir həqiqətən. Bunlar hamısı beçələrdir, nələr? Mən əsas bal üçün arılar aranmadı aşağıda. Aşağı getmişdi ya. Akasiya, həmən yerdədir. Akasiya. Uşaqlara verdinizmi çiçək tozundan? Yemək istəyən var çiçək tozu? Bir dadına baxsın bax. Bir dadına baxın. Sizdən ötəri gətirmişəm. Çünki o güclüdür deyə. Quru bal yeyirsən deyə belə, bu formada. Yemək istəyirsən Cuma? Ver də bir qan. Hər yerdə ver. Hamısını ver. Boğacam səni. Bundan çoxdur. Paylaşacağım baxın. Maraqlıdır.